Tövbə qapısını döyən bəndələr, Rəbbin qapısında rəhmət görərlər. Xətalı olsan da ümidsiz olma, ondan ümid kəsər onu bilməyənlər. İlahi mərhəmət necə böyükdür, günahkar bəndəsin tövbəyə səslər. Tövbə edən qulunu əfv edər, həm də təmizlər. Tövbə edənləri Rabbi çox sevər. Tövbə. Bu kəlmə ərəb dilində geri dönmək, qayıtmaq, dönüş etmək mənalarına gəlir. Amma ilahi mənada o sadəcə bir qayıdış deyil. Tövbə, Rəbbə dönüşün ən səmimi, ən ağrılı və eyni zamanda ən şəfalı halıdır. Tövbə, insanın öz xətalarını etiraf edib, peşmanlıqla qıvranaraq, yenidən özünü ələ alması və Cənab-ı Haqqa yönəlməsidir. Həqiqət əhlinə görə tövbə, duyğu, düşüncə, təsəvvür və davranışlarda Rəbbimizin ilahlığına qarşı çıxan hər bir haldan əl çəkib, onun razı olduğu yola qayıtmaqdır. Tövbə, vicdanda bir şeyin pis görünməsi ilə onu tərk etmək deyil. Allahın sevmədiyi və razı qalmadığı hər bir haldan zahirən gözəl görünsə belə, batində fəsada aparan hər bir işdən uzaqlaşmaqdır. Tövbə, insanın özünü yeniləməsidir. Pozulmuş bir qəlbin tarazlığını bərpa etmək, Allahın qəzəbindən onun rəhmətinə sığınmaqdır. Tövbə, günah duyğusu ilə insan mənliyinin hesablaşmasıdır. İradəni dağ kimi ağır günahların qarşısında möhkəm saxlamaqdır. Əlbəttə, heç bir insan tamamilə günahdan uzaq qala bilməz. Çünki o bir mələk deyil. İnsanı mələklərdən ayıran xüsusiyyət onun günah işləyə biləcək bir varlıq olmasıdır. Amma ayağı günaha sürüşdüyü zaman ayağa qalxıb, xətasını anlayıb, xətasında israr etmədən daha təmkinli bir şəkildə yoluna davam edə bilməsi isə onu mələklərdən belə üstün bir məqama qaldıra biləcək bir xüsusiyyətdir. Bugün ətrafımıza baxdığımızda dünyanın hər bir bucağında günahın açıq-açıq yayıldığını görürük. Şeytan və onun tərəfdarları hər yerdə pusqudadır. Hər günahda insanı küfrə götürə biləcək bir cığır, bir yol var. Hər günah qəlbin üzərinə düşən qara bir nöqtə kimidir. Şeytanın məqsədi insanın qəlbini bu nöqtələrlə qaraltmaq, onu ümidsizliyə salmaq və Allahın rəhmətindən uzaqlaşdırmaqdır. Amma insan unutmamalıdır ki, Rəbbimiz bizi mələk yaratmadı, insan yarattı. Biz acizliyimizi anlayaq, gücsüzlüyümüzü anlayaq və yenə təkrar qalxıb ona yönələk. Bunu istədi Allah. Çünki o, bizi öz rəhməti ilə qucaqlamaq istəyir. Əfəndimiz sallallahu aleyhi və səlləm buyurur, ey insanlar, Allaha tövbə edin və ondan bağışlanma diləyin. Çünki mən də gündə 100 dəfə ona tövbə edib bağışlanma diləyirəm. Başqa bir hədisində Rasulullah sallallahu aleyhi və səlləm belə buyurur. Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəydiniz, Allah sizi yox edər, yerinizə günah işləyən, sonra tövbə edən bir qövm gətirərdi və o, onları tövbələri səbəbilə bağışlayardı. Başqa bir hədisində Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, hər bir Adəm oğlu xətalıdır. Ancaq xətalıların ən xeyirlisi isə çox tövbə edənlərdir. Tövbə qurtuluşa aparan ilahi bir qapıdır. Mömin gücü çatdığı qədər günahdan qaçmalıdır. İlan və əqrəbdən qaçdığı kimi günahdan qaçmalıdır. Çünki günah onlardan daha təhlükəlidir. Günah işləmək bir yana, insan ondan uzaq dayanmalıdır.
Quranda bəzi günahlar üçün Allah Taala onlara yaxınlaşmayın buyurur. Çünki yaxınlaşmaq belə ruhu ləkələyir. Lakin insanlıq halı olaraq bəzən ayağımız sürüşür, bəzən düşürük, bəzən qəlbimiz zərər görür, qəlbimiz huzursuz olur. O zaman o günah yükünü daşımamaq lazım. O günah yükünü üzərimizdən atmağımız lazım. Günah sözü ərəbcə zənəb, yəni quyruq sözündən gəlir. Heyvanların quyruğu var, insanlara quyruq yaraşmaz. Günah işləyən insan sanki özünə bir quyruq taxır. Elə isə o insan o quyruğu, o mənəvi ağırlığı üzərindən kəsib atması lazım. Ruhunu yenidən azadlığa qovuşturması lazım. Bu isə yalnız və yalnız tövbə ilə mümkündür. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, günahdan tam olaraq dönüb tövbə edən o günahı heç işləməmiş kimidir. Alimlər deyir ki, tövbə namazdakı səhv səcdəsinə bənzəyir. Namazda bir səhv olanda, səhv səcdəsi ilə o namazın əksikliyi bağlanar. Eləcə də tövbə insanın həyatındakı səhvləri örtür, qırılmış yerləri sarıyır, qəlbin çatlarını ilahi mərhəmətlə doldurur. Tövbə kəsilmiş bir bağın yenidən bağlanmasıdır. Tövbə qaranlıq bir ruhun işığa çıxmasıdır. Tövbə qəzəbdən rəhmətə, qınanmadan bağışlanmaya gedən bir yoldur. Hər dəfə səcdəyə baş qoyanda, hər dəfə əstəğfurullah deyəndə bil ki, Rəbbin səni gözləyir. Bil ki, Rəbbin səni tərk etmədi. Bil ki, sənin qarşında səni dinləyən mərhəmətli bir Rabbin var.